22 sentyabr tarixində Gürcüstanın dövlət və dini nümayəndələri Marneoli munisipalitetinin Qızıl Hacılı kənd məscidinə gəldilər. Məscidin axundu Qurban Murğuzovun sözlərinə görə avqust ayının əvvəlində məscidin bərpa təmirinə başlayıblar. Səbəb isə yağışlı havada dam örtüyündən tökülən suyun ibadətə mane olmasıdır. Bir müddətdən sonra isə yerli nəzarət xidməti məscidə gələrək tikintini dayandırıb. Xidmətdən bildiriblər ki, dini abidələrdə bərpa tikinti işləri aparılan zaman müvafiq orqanlardan icazə alınmalıdır. Bu məscidin tikintisinə avqust ayının əvvəllərindən başlanıldı və təqribən hardasa 25 gündən artıq gözəl işimiz gedirdi və lazım olan materiallarımızsa, ustalarımız hamısı var idi və işimizi davamlı olaraq mütəmadi yerinə yetirilirdi ki, bu sentyabrın əvvəlləri idi, bizə gəldilər, Qanqeobadan tikinti icazə alınan bir yerdir. Gəldi ki, bu tikinti icazəsiz olub burada, deməyibsiniz, xəbər verməyibsiniz və bunun üçün də bizim bu tikintini dayandırdılar. Amma biz də aidiyyatı orqan olaraq Gürcüstan Müsəlmanları İdarəsini bilirdik və onlara demişdik. Amma bunlardan əlavə yeni bir idarə də ki, agentство yaranmışdı, onlara da gərək deyiləymiş və eyni zamanda bizim məscid də Mədəniyyət Nazirliyinin balansında olmasından ötəri onlara da gərək xəbər veriləymiş ki, onlar da məlumatlanıymış. Bunların heç kəsi olmadığından dayandırılmışdı ki, inşallah indi lazım olan tövsiyələr verildi, idari proseslər başa salındı. İnşallah sabahdan başlayacağıq və ümid eləyirəm ki, tezliklə təmirə davam tapdıraraq. Tikintini elə öz kəndimizdən olan bir nəfərdir, xeyriyyəçidir. Öz atasının rəhmətinə, atasının yadına, ruhuna, şadlığına xərcini çəkir məscidin təmirinə. 19-cu əsrin sonuna yaxın tarixi var bu məscidin. Ondan bəri də fəaliyyətdədir. Yəni, indiyənə kimi Sovetlər devrində bura savxoz, kənddə savxoz fəaliyyət göstərən vaxtından sklat kimi istifadə olunurdu. Sonra Sovetlər devri dağılandan sonra bizim kəndin əhalisi necə bir məscid kimi istifadə saxlayırdıq. İndi də bugünkü zamanda yenə məscid kimi yenə fəaliyyətini göstərir. Burası da onun üstünün qırşasını dəyişməkdə su damırdı, köhnəlmişdi qırşası, yaramırdı. İndi onu həm də dedik bir söküləndə birbaşa şey də düzəldək, minarə kimi şeyi. Ona görə dəlim gəlib Zədəb Xudolaba saxladı. Bir həftə olur, iş dayanıb. Ona görə də bizim Qurban Bayramı gəlir. Ona görə də istədik ki, o vaxta çatdıra bilək, amma mənimcə çatmayacaq. Yəni ki, ona icazə lazım idi. Amma icazə də burada, əgər tikinti olan yerdə bir artırmaq ya bir iş alınarsa da onu başa düşürük ki, ona lazım idi, icazə lazım idi. Amma burada heç bir artırma, heç nə də yoxdur. Ancaq sadəcə qırşası dəyişildi. Munisipalitetin icra başçısı Merab Topçuşvili bildirir ki, məsələ ilə bağlı kənd sakinlərinin ərizəsi daxil olub və bunun sayəsində onlar məsciddə gedən tikintidən xəbər tutublar. Nəzarət xidməti müvəqqəti olaraq tikintini dayandırıb. Təsadüfən heç nə olmur. Bizim xidmətə ərizə daxil oldu ki, Qızıl Hacılı kənd məscidində tikinti aparılır və qədim tikilinin məscidin formasını dəyişirlər. Yerli əhali tərəfindən ərizə daxil olmuşdu. Sonra nəzarət xidməti yerində gəlib vəziyyəti nəzərdən keçirdi. Qeyd olunan məscid mədəniyyət abidəsidir və bizim tərəfimizdən tikinti dayandırıldı. Biz də dini məsələlər üzrə agentliyə müraciət etdik. Cənab Zaza özü də buradadır və o izah etdi ki, tikilinin təməlini necə qoruyub saxlamalıyıq. Təbii ki, tikintiyə də mane olmamalıyıq. Hər şey qanun çərçivəsində olsun. Bu vəziyyətdə heç kim cərimələnməyəcək, çünki anlaşılmazlıq olub və zamanında reaksiya göstərildi. Onlar özləri də bilməyiblər ki, mədəniyyət abidəsinin təməlini dəyişmək olmaz. Məscidin vəziyyətini Ümumgürcüstanın Şeyxi Ramin İgidov yeni fəaliyyətə başlamış dini məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri, digər dini, dövlət və yerli hakimiyyət nümayəndələri yerində nəzərdən keçirdilər. Nümayəndələrin bildirdiyinə görə Qızıl Hacılı məscidi Mədəniyyət Nazirliyinin balansında qeydiyyata düşən 27 məscidin siyahısında yer alır. Bismillahirrahmanirrahim. Məlum olduğu kimi Gürcüstanda müsəlmanların dini məkanları var və bu vaxta qədər müsəlmanlar azad şəkildə dinlərini yaşayıblar və bu məkanların təəssüflə
bir şey deyim ki, heç bir qeydiyyat yoxdur indi. Bunun üzərində çalışılır və bu sahədə dini məsələlər üzrə dövlət agentliyi yaranıbdır və hansı ki, onların səlahiyyətlərindədir dini məkanların icazəsi dəyişdirilməsi hər hansı bir işlər. İnşallah o barədə bizim mütəmadi görüşlərimiz olur. Elə bilirik ki, yaxında bu zadə olan problemlərimiz həll olacaq. Bilirsinizmi, hər halda bizim insanlarımız da dövlət agentliyi yeni yaranmışdı. Bu hadisənin onun səlahiyyətində olmağından ola bilsin xəbərsiz idilər. Artıq onlara məlumat verildi ki, hansı mərhələdən keçəndən sonra dini məkanın təmirinə icazə veriləcək. Elə başa düşürəm, əlimizdən gələn edəcək ki, yaxın zamanda bu məsələni həll eləyək. Bu məsələ tez bir zamanda həllini tapmalıdır ki, kimlərinsə siyasi oyuncaqlarına çevrilməsin və insanlar bunun üzərindən Allah eləməsin siyasət qurmasınlar. Bilirsiniz ki, Böyüklərim Gürcüstanda, Kabuliyyətdə ya müəyyən yerlərdə biz problemlər yaşayırıq. Dövlət bu problemləri yaşamaq istəmir. Gürcüstanda 300-dən artıq məscid var. Bu onun göstəricisidir ki, dövlətin dini məkanlara heç bir etirazı yoxdur. Sadəcə olaraq hər bir yerdə qanun olduğu kimi burada da qanun var, qanun mərhələsinə keçsin. İndi biz istəyirik yaxın gələcəkdə həm idarənin nizamnaməsini, həm dini agentliyin nizamnaməsini Azərbaycanca tərcümə eləyib buradakı mətbuata verək ki, insanlar məlumatlı olsunlar ki, hansı məsələlərində kimə müraciət etməlidirlər. Nə qədər ki, bizim məscidlərimizin 58 məscid, Gürcüstanda, bu Gürcüstanda, Şərqi Gürcüstanda 112 məscid var. Bu 112 məscidin 58-nin nə qədər ki, heç bir sənədinə aydınlıq gəlməyəcək. Mən elə başa düşürəm, bu problemləri digər yerdə də yaşaya bilərik. Ona görə bizim idarə olaraq məqsədimiz budur ki, tez bir zamanda bunları sənədləşdirək, qeydiyyata alaq ki, sabahlarım bilinsin ki, hər hansı məsələdə kimə müraciət edəcək və kim öhdəsindən gəlməlidir. Bizə məlum olduğuna görə bu məscid dövlət balansındadır, dövlətin mülküdür. Mədəniyyət abidəsi olub-olmadığını isə hələ deyə bilmərəm. Hadisələrin önünə keçmək istəməzdim. Tbilisiyə qaydanda abidələrin müdafiəsi agentliyində və Mədəniyyət Nazirliyində bu haqda söhbət aparacağam. Həmin orqanların müdaxiləsi vacibdir. Buna görə də mədəniyyət abidəsidirsə layihənin hazırlanmasına onlar və yerli hakimiyyət də qoşulacaq. Qayda pozuntusudur ya yox, onu deyə bilmərəm. Ancaq faktdır ki, dam örtüyü uçurulub və dindarlar hələ ki buradan ibadət yeri kimi istifadə edə bilmirlər. Gürcüstan konstitusiyası ilə dini xidmətlərin azadlığı nəzərə alınıb. Ancaq bu demək deyil ki, kim istəsə öz bildiyi kimi abidəni tikib bərpa edə bilər. Bu detalların istisna olması üçün biz gəlmişik ki, reaksiya göstərək. Yerli əhali də sakitləşsin ki, dövlət tərəfindən buna diqqət göstəriləcək və eyni zamanda kimsə öz bildiyi kimi tikintiyə də başlamasın. Məscidin günbəzini yeniləyiblər, dedilər, içəri su tökülürmüş. Biz öz səlahiyyətimizə daxil olan şəkildə mövqeyimizi bildirəcəyik. Əgər mədəniyyət abidəsi olarsa, təbii ki, prosesə agentlik də qoşulacaq. Razılaşdıq ki, layihə hazırlanacaq. Buna nazirliklə bərabər bizim də müdaxiləmiz olacaq. Yerli hakimiyyət nümayəndələri ilə görüşümüz yenidən olmalıdır. Mən vəd verirəm ki, bu rəsmi tərəflərin hamısı öz həllini tapacaq. Bizim agentlikdə tikinti işlərinə icazə verən komissiya vasitəsilə çalışacaq ki, yaxında onlara dəstək göstərək və məsələ həll olunsun. Yalnız tikinti deyil, həm də status məsələsi də həllini tapmalıdır. Bu məsələlərə 20 il ərzində heç kim diqqət yetirmirdi. Bizim agentlik 4 aydır fəaliyyətə başlayıb. Problemlər çoxdur. Yalnız müsəlmanlar deyil, başqa dini sahələrdə də var və mərhələlərlə bunların hamısı öz yerini tapacaq. Nümayəndələrin sözlərinə görə məscidin vəziyyəti müzakirə olunduqdan və sənədlər düzəldikdən sonra tikintinin yaxın gələcəkdə davam etdirilməsinə izin veriləcək. Marneuli munisipalitetinin həftəlik tədbirində munisipalitetin icra başçısı Merab Tovçişvili xidmət rəhbərlərini ictimai məlumatları munisipalitetin saytına yerləşdirməyə çağırdı. O qeyd etdi ki, gündəlik məlumatlar əhali üçün əlçatan olmalıdır. İcra başçısı həmçinin bildirdi ki, yerli özünü idarədə mühəndislik sahəsində yaxşı peşəkarlara ehtiyac var. Hər şey şəffaf olmalıdır. Bütün məlumatları sayta yerləşdirək. Nazirliklərin çoxu artıq bunu edib. Bunların hamısı onsuz da şəffafdır. Bizim kimsədən gizlim heç nəyimiz yoxdur. Elektron sistemdə çalışa bilən mühəndislərə də ehtiyacımız var. Namizədlər varsa xəbər edin. Hamısı müsabiqə yolu ilə seçiləcəklər. İnfrastruktur xidmətinin rəhbəri cari ildə həyata keçirilmiş layihələr haqda danışdı. O eləcə də tender elan olunan layihələr haqda da məlumat verdi. Bildirdi ki, Marneuli miqyasında uşaq bağçalarının reabilitasiya işləri gedir. Leri Pangan həmkarlarına hal-hazırda həyata keçirilən kənd layihələri haqda da danışdı.
Həyata keçən layihələrimizdən danışaq. Qullar və Tamarisi yolunun təmiri başa çatıb. Şaumiyani körpüsünün tenderi elan olunub. Ayın 3-də başa çatacaq. Seretel və Bəylər kəndlərinin yollarının təmiri də başa çatıb. Bəylər yolu ilə bağlı ekspertizanın qeydləri var və tikinti kampaniyasına məlumat verilib. Şəhərdə daxili yolların təmiri üçün layihəmiz də həyata keçirildi. Yalnız 2 küçədə işlər qalıb. Orada da əvvəlcə su boruları çəkilməlidir. Yolu təmir edək. Büdcəyə əsasən hər şey plandakı kimi gedir. Bayır işıqlandırması layihələrimiz də həyata keçirildi. Hamısı başa çatıb və ekspertizaya göndərilib. Şulaverdəki binalarda hələ də təmir işləri gedir. Qaçağan kəndində də böyük layihəmiz var. Tenderdə kampaniya qalib gəlib və bugün boruları gətirməli idilər. Kənd layihələrinə gəldikdə isə deyim ki, 66 layihə artıq başa çatıb. Qalanları isə ekspertizaya verilib. Tədbirdə səhiyyə, sosial təminat, mədəniyyət və idman xidmətinin rəhbəri də xidmətin yenilikləri haqda danışdı. Xidmətimiz həmişəki rejimdə çalışır. Keçən həftə xidmət 7775 lari dəyərində yardım verib. Eləcə də 5 vətəndaşa 750 lari dəyərində məbləğlə yardım göstərdik. Tək yaşayan anaya, qaçqın ailəsindən olan 2 uşağın təhsilinə, onkoloji xəstələrə yardımları verilib. Ürəyi xəstə olan 2 vətəndaşa da 2006 lari dəyərində məbləğlə köməklik göstərdik. Ayın 15-də tədris ili başladı və hələ ki yarışlar aktiv olaraq keçirilmir. Biraz sonra idman sahəsi də fəaliyyətə başlayacaq. Marneoli Mədəniyyət Evinin direktoru mədəniyyət sahəsindəki gələcək planlar haqda icra başçısına məlumat verdi. Xoreografiyada daha da inkişaf etmək tendensiyası var. İncəsənət sahələri indi fəaliyyətə başlayacaq. Eləcə də şahmat sahəsi də yaratmaq istəyirik. Gələcəkdə gürcü dili kursunun olmasını da istərdik. Əhali bunu tələb edir. Tədbirdə munisipalitetin icra başçısı şəhərin təmizlənməsini diqqətə yetirdi. O bildirdi ki, Marneolidə şəhəri çirkləndirən bütün vətəndaşlar cərimələnəcək. Bu qədər şüşəni mən heç yerdə görməmişəm. Kim haraya istəyir, oraya atır. İndi hər yerə kameralar qoyulacaq. Görək bu zibilləri kim atırmış küçəyə. Bütün dünya indi təmizlik və ekologiya üzərində çalışır. Biz də rayonumuza bu qaydanı daxil etməliyik. Marneoli Kənd Təsərrüfatı İnformasiya Konsultasiya Mərkəzinin nümayəndələri qeyd olunan sahədəki yeniliklər haqda söhbət açdılar. Bizim verdiyimiz məlumat əsasında Marneolidə 53 fermer kooperativin yaradılmasında iştirak edib. Çalışdığımız layihələri göndərmişik. Uyğun xidmətlər bunu nəzərdən keçirəcək və istifadə olunacaq. 53 nəfərdən ikisi öz kooperativini yaradıb. 4 nəfəri isə yaxında cavab alacaq. Ölkə rəhbəri artıq ərzaqların sığortası məsələsini də imzalayıb. Bütün ərzaqlar sığorta olunacaq, məbləğ ödənəcək və sığortanı həyata keçirənlər gələcək. Razılığa əsasən gedib yerində hər şeyi nəzərdən keçirəcəyik. Bu layihə hamıya əl çatan olacaq. Administrativ xidmət rəhbəri Nino Dekanoidze munisipalitetin gələcək əməkdaşları üçün testləşdirmənin necə keçiriləcəyi haqda məlumat verdi. Testlərdə 60 sual olacaq. Bundan 15-i məntiq və qalanı peşəkar qanuna uyğun suallar olacaq. İndiki vəziyyətdə hamımız bilməliyik ki, bütün xidmət rəhbərləri müvəqqəti vəzifəni icra edəndirlər. Test bir dənə olacaq. Sadəcə 15 sual məntiqdən ibarətdir. Müsabiqəni həyata keçirən həmin orqan özü də kompüterlər gətirəcək. Onlar özləri həmin proqramı yükləyəcəklər və dövlət məmurları testləri kompüter vasitəsilə verəcəklər. 2 saatdan sonra nəticələr məlum olacaq. Konstitusiyaya əsasən testlər gürcü dilində olacaq. Dövlət dili gürcü dilidir. Ancaq cənab Mirabın təşəbbüsü ilə konsensus baş tutdu ki, bəzi kəndlərin məmurlarına Azərbaycan dilində olsun və güzəşt edilsin. Azərbaycan dilində imtahan verən həmin şəxslərə müəyyən vaxt veriləcək ki, o müddət ərzində gürcü dilini öyrənsinlər. Ya dil kursunu bitirsinlər, ya da testi gürcü dilində versinlər. Cənab Mirab, xatırlatmaq istəyirəm ki, 2-ci mərhələdə olacaq. Bu mərhələ şifahi keçiriləcək və qanundan dolayı onda artıq bizim heç bir qərar qəbul etmək iznimiz yoxdur. 2-ci mərhələdə gürcü dilini bilmək və başa düşmək önəmli şərtdir. Marneoli munisipalitetinin xidmət rəhbərləri ilə olan həftəlik tədbiri gələn 2-ci günü yenə baş tutacaq.